İbrahim müəllim, sizin həyət evi tikintisi üçün, fərdi ev tikintisi üçün paketləriniz varmı? Bu sahədə bəli, paketlərimiz var, mövcuddur. Ümumiyyətlə qaba inşaat üçün 1 kvadrat metri Bakı şəhəri üçün nəzərdə tutduğumuz qiyməti deyəcəm. Yəni ətraf rayonlarda olanda qiymət fərqlənir və bir də xüsusi olaraq qeyd etmək istəyirəm ki, qaba inşaatda iki cür təməl vardır. Lentvarid təməl, reyt təməl. Əgər müştəri lent təməl üzərindən istəyirsə 1 kvadrat metr üçün 320-350 AZN, burada material, işçilik, daşınma, tikiləsi fərdi evin layihələndirilməsi daxil. 320-350 AZN arası. Yox, əgər müştəri lentvari təməli yox, reyt dediyimiz cəm monolit katlavan üsulu təməli seçdiyi halda 1 kvadrat metr üçün 400 manat müəyyənləşdiririk. Bu da nədən ibarətdir? Çünki artıq beton konstruksiya daha çox istifadə olunduğuna görə qiyməti yüksəldir. Bir də ki, mərtəbələr arası monolit olanda bu həm 400 manatlıq paketə daxildir. Yox, mərtəbələr arası monolit olmursa, lentvari təməl olursa, bu 320-350-yə daxildir. Dediyim kimi, reyt təməl və mərtəbələr arası monolit olduğu halda 400 AZN 1 kvadrat metr üçün nəzərdə tutulur. Həmçinin də daxil təmirində yenə müştəri ilə material təsnifatı və interyer dizayna uyğun təmir paketinin növü seçildikdən sonra onu da müəyyən bir qiymət çərçivəsində, məsəl üçün belə deyək ki, ortalama hardasa 500 material işçilik daxil 500, 600 AZN, 400 AZN də gələ bilir. Yəni burada da yenə deyirəm, materialın təsnifatı, müştərinin seçdiyi təmir növü və s. daxil olmaqla ümumilikdə cəmləsək, yəni 1 kvadrat metri ortalama 800 AZN, 900 AZN, 1000 AZN kimi ərsəyə gəlir. Belə də əlavə də yüksələ bilər. Yenə deyirəm, evin fasadının və interyerində istifadə olunan elementlər çox şey asılıdır. Qaraqoyunlu inşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz.